Salam aleykum, hardayam? Sultepe Çiçək qəsəbəsindəyəm. Bir dənə sizin təzə yoldan 30 metr məsafədə. Yola bax. 156-155 nömrəli marşrut, Əcəmi, avtovağzal, nəm har öyrən istəyir gedirlər. Yeri gözəl yerdir. Məktəb bir addımlığındadır. Məktəbə buradan 200 metr məsafədə. Həyətə bax. Şəxsi tikili evdir. Əsas odur, heç kimin pəncərəsi sənin həyətini görmür. Zabor hündür, bör başında, yəni böyük ev yoxdur da, balaca evlərdir. Həyət geniş. Yəni bundan sonra buranın çox güclü xərci qalmayıb. İndi göstərəcəm. Yəni qiyməti yaxşıdır. Şəxsi özünə tikdiyi evdir. 2 mərtəbədir, qanuni 2 mərtəbədir. Yəni mansard deyil. Yəni içəridən tanış olaq. Yəni burada birinci mərtəbədə yuxarı splaklı monolit betondur. Baxın. İstipol monolit beton. Aşağıda bax, burada monolit betondur. Birinci mərtəbə. Yəni çox güclü işli qalmayıb. Qıraqlarının kabançikinə qədər alınıb, qoyulub. Bunlar hamısı veriləcək, ağ-dağdı veriləcək üstündə. Yəni çox şeylər alınıb. Yəni daş yundur, hamısı veriləcək. Burada da bir dənə geniş mətbəxdir. Pəncərə arası məsafə gözlənilib. Qoşa daşdır. Sultepe Çiçək qəsəbəsində 159 nömrəli marşruta da buradan kodu var. İkinci mərtəbə 3 dənə yataq otağıdır. Baxın, istipolu çəkilib, hazırdır. Pilləkən burada nəzərdə tutulub. Yəni bir dənə pilləkən yığdırmalısınız. Qiyməti barədə də məlumat verim. Qiyməti 48.500 manatadır. Yəni 2 mərtəbəli evə görə çox gözəl variantdır. Şəxsi özünə tikdiyi evdir, yəni deyirəm. Yəni bu qiymətə görə əladır. Kimdə evini satırsa Sultepe'də, Xodusəndə, yəni yerin fərqi yoxdur. Əlaqə saxlasın, gələk, həll eləyək. Yəni bu qiymətə dəyər. Ağardı. Bundan sonra biz loyda vurub aboya keçəcəksən. Bundan sonra 10.000 qoy. Məncə bəs eləyər. Sağ ol.